Biri yazıb bəlkə cırtdan sataq. Məsələn, bu qədər axmaq bir fikir ola bilməz də. Yəni nəyə görə deyim? Çünki cırtdan nə qədər populyar bir personajdır və hansı auditor Azərbaycanda tanıyırlar cırtdanı ancaq. Azərbaycan auditoriyası ümumiyyətlə onlayn heç nəyə pul verməyən bir auditoriyadır, qəpiyini sayan bir auditoriyadır. Yəni sən cırtdanın oyuncağını düzəltsən ki, hə uşaqlarınıza cırtdan oyuncağı alın, qiyməti də nə bilim 50 manat, heç kim onu almayacaq. Amma sən götürüb nə bilim Pokemon'un oyuncağını düzəldib Amerikaya 5 dollar sata bilirsən, amma Azərbaycanda cırtdanın kuklasını 30 manata sata bilmirsən. Elə o yanaşmanı başa düşmək lazımdır ki, sən əvvəlcədən intuitiv başa düşməlisən ki, bu gedər yoxsa yox. Əgər o intuisiya yoxdursa sizdə, məncə gedin özünüzə başqa iş tapın. Nəyə görə? Yəni sahibkarlıq hamı üçün deyil. Sahibkarlıq elə o adam üçündür ki, o intuitiv imkanları görə bilir bazarda, kreativ şeyləri tapa bilir, analiz qabiliyyəti yüksəkdir və s. və ilax. O yoxdursa, humanitar adamlarsınızsa, gedin kitabınızı oxuyun da, nə bilim, nağıl kitablarını oxuyun. Yenə başladı, söyləməyə can. Qalın çoğalma.